Rusiya paytaxtı yenə Ukrayna dronlarının hücumuna məruz qalıb. Dünən axşam saatlarından başlayaraq Moskva regionunun səmasında 61 pilotsuz uçuş aparatı vurulub. Moskva meri Sergey Sobyanin Ukrayna PUA-larının Moskva istiqamətində uçarkən vurulduğunu, dronların parçalarının düşdüyü yerdə təcili xidmətlərin çalışdığını açıqlayıb. Moskva vilayətində Ukraynanın dron hücumu nəticəsində 6 aylıq körpənin öldüyü bildirilib. Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun sözlərinə görə dron Yegoryev şəhərindəki fərdi evə düşəndən sonra yanğın baş verib. Nəticədə insanlar dağıntılar altında qalıblar. Xilasedicilər 2 böyük və 2 uşağı çıxarıblar. Lakin 6 aylıq körpə xəstəxanaya aparılarkən yolda ölüb. Hava hücumundan müdafiə sistemlərinin Moskva vilayətinin Domodedovo, Çexov, Dubna, Kaşera, Voskresensk, Pavlovski Posad, Odensova, Ramenskaya, Stupina, Kolomna və Yegoryevskdə 60 dron hücumunu dəf etdiyi bildirilib. Vorobyov əlavə edib ki, Dubnada dron inzibati binaya ziyan vurub, lakin xəsarət alan olmayıb. Rusiya Telegram kanalları Dubnada Ukrayna dronlarının hədəfinin kosmik mərkəz olduğunu yazıb. Moskvaya dron hücumu hava limanlarının müvəqqəti bağlanmasına da səbəb olub. Belə ki, Rusiya paytaxtının Domodedovo və Vnukovo hava limanlarında təyyarələrin uçuşu və enişinə müvəqqəti məhdudiyyətlər qoyulub. Rusiya Müdafiə Nazirliyi ötən gecə ərzində 419 Ukrayna PUA-sının vurulduğunu açıqlayıb.